Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese salam. Nasılsınız? İyi misiniz? Bugünkü qalib mənim, çünki onlar ortalıqda yoxdular. Hərəsi əlində telefonları götürüblər, hərəsi bir otağa giriblər, ayaqlarının üstünə atıblar. Biz də burada Nadirlə şirniyyat düzəldirik. Onlar da puanlayacaq. Bəzən uşaqların yerində olur. Allah'ın olsun məndə. Həqiqətən. Deməli, Nadir. Biz səndən bugün yarışırıq, hazırsansa. Mən İzmir bombası eləyəcəm. O Bəli. kimsə hələ açıqlamayıb, yəqin ki sonda bilinər. Yo, açıqlayayım da, mən də bananlı magnolia. Bananlı magnolia. Yəni bananlı magnolia ilə İzmir bombasının arasında çox böyük bir fərq var. İzmir bombası məncə daha dadlıdır. Həqiqət. Hə. Görək də. Mən sadəcə magnolia... İzmir bombasının içində də banan girdi. Arkadaşlar, uşaqlar bananı sevirlər deyə şirniyyat fikirləşdim, nə eləyim, nə eləyim. Altısının içinə qoya bilərəm. Altısının içinə elə belə qoyun banan. Bu, bir sən nəyə döndün, Nadir? Kömür məsələsi. Badımcan dolması... Kömür dedim sizə elədim. Banan almışsan? Bana bir dənə olur bilər. Xeyr, mən banan almışam. Hanı mənim bananlarım Banan orada? yoxdur, Sən banan almışsan? Yox. O zaman xahiş edirəm. Orijinal bir şəkildə eləyəcəm. Hələ yarım stəkan südündən götürmüşdüm. Az qala burada mən olacaqdı. Gəldim, gördüm südümün ağzı açıq. Mənim tarifimdə rovnu 1 litrə süd deyir. Sənə görə mənim tarifim indi mındar çıxsa... Yarım litr nə deyil? Yarım stəkanda isti su qatın. Həqiqi, çürüməz. Yox, niyə çürük? Kənddə süd satanların çoxu %90 su qatır. Nəysə, bugün Nadir İzmir bombası. Mənsə bananlı magnolia eləyəcəm və bunu uşaqlarla Şəhriyar qiymətləndirəcək. Ən çox kimin şirniyyatı sevilsə qalib o olacaq arkadaşlar. Nadir öz İzmir bombasının, hanı sən xəmir? Mənim xəmirim buradadır. Xəmirin düzəldib. Eyni zamanda Nadir üçün TikTok videosu çəkəcəyik. Deyə soruşursa, İzmir bombasının xəmiri biraz bərk olmalıdır ki, açılanda incə açıla bilsin ona görə. Hə, baxım. Roz qatmısan ki, şey olsun. Evet, xəmiri düzəldib. Videonun açıqlamasına hər iki tarifi tənbəllik eləməsəm yazacağam. Mən yazacağım bunları. Hə, Nadir'in TikTok videosunda tarif olacaq. Mənkin də o gözünüzün qabağında indi eləyirik. Deməli, Nadir xəmirini hazırladığı üçün mən də kremamı hazırlayıram. Mənim magnoliamın kreması üçün 1 litr süd, 1 stəkan pisok, yarım stəkan un, yarım stəkan nişasta, bir dənə yumurtanın sarısı, kərə yağı, bir də krema. Allah, əsas şey bu. İndi bir şey deyim. Pesokun axırıncı qaşığına qədər mən işlətmişəm. Nadir, eləməz. Zarafatın. Necə qorxdu? Patladı, canım zirəyim sıxıldı. Zarafatın eləmə, orada klokda da var. Hayda, qorxdum, quramat olsun. Sən məni infarkt eləyirsən. Nişasta mı işlətməmsən? Yox, nişasta ilə işim yoxdur mənim. Əslində qata bilərdim, amma qatmadım. Hər şey işlədəndən sonra nişasta ilə gəldi işin olsun. Şokoladımdan borc verə bilərəm mən də sizə süd əvəzi. İndi mən bunu düzəldim, hazır edeyim, gəldim. Cici bəbə yeyən bir rəqib düşünə bilmirəm, məncə qazanacaq. Çünki çox dərin fikirlərə gedib, məncə mənim manipulyasyon sistemim çox işə yarayıb. Bir şey deyim. Mən reseptə baxanda mikserimin olmadığını nəzərə almamışam. Mən elə dükanda dedim bunu, mən hətta ki miksersiz bir şey onda seç də. Özüm mikserli bir şey seçmişəm. Bu dəqiqə çox pis ümidlərim ölüb. Qazanacağıma dair olan bütün inancımı itirmişəm bu dəqiqə, inansız. Mən necə miksersiz bu şirniyyata, necə qulaq asmamışam, girmişəm reseptə baxmışam. Necə olunduğuna qulaq asmamışam, ancaq malzəmələrə baxmışam uşaqlar. 2 saatda can çəkişəm burada. Vilka ilə qranit qazanda mühalləbi qatışdırıram. Yəni mənim günümü düşünün. Cızıq-cızıq oldu tavalarım. Cici bəbənin indi burada başını indi nə oynatacaq Allah bilir. Hə, yumruqlamaya gedir deyəsən. Uşaqlar görün, sizin şefinizə baxın. Renderimdə yoxdur mənim. Masaj eləyirik cici bəbələri. Zeydi çimizdirib gəlmişəm özdə dostlar, it yorğunuyam bu dəqiqə. Cici bəbənin yamı çox qəşəng gəldi. Götür
götürürəm. Yox. Nəfsim çəkər, götür. Nəfsim çəkmir amma götürdünüz. Götürüm. Bəbələr bu mənzərəni görsələr, mərudlərlə çörp uşaqlar. Bizim cizi bəbəmizi əzir. Nadir. Mən 5 qəpikli zarafatlarımın gülməyin Allah'ın olsun çox yaxşı bir xasiyyətdir. Boy. Bunları öldürüm. Bananları doğramaya keçəcəyik. Hələlik pauza. Mənim xəmirim artıq hazır olduğuna görə mən başlayıram. Onu da kolay gəlsin burada güləşir. Hələ bu qalsın qırar. Gedirəm başqa şeylə də güləşməyə. Biz gedək xəmirimizi qəşəng-qəşəng kəsib hazırlayaq. Ondan sonra da davam edək. Uşaqlar, mən belə incə uzun hala gətirib kəsdim bunları. Şimdi bunları belə yumru hala gətirib saxlayacağım. Mən hələ güləşirəm. Hə, yazılığım gəldi. Mən burada güləşir bunlar. Yoruldum. Yüzeli mən birdən blenderim. Ət çəkim başına keçirdim bəlkə. Ne yapmaya çalışıyorsun? Bir şey yapmaya çalışmıyorum. Gedə indi mən bunları qəşəngcə yumru hala gətirib açanda yenə sizə göstərəcəm. Uşaqlar, gəlmişəm xəmiri açmaya. Mən hələ piçeni döyürəm. Hə, bəli, piçeni döyünür burada. Mən isə burada xəmiri açacağam, amma işin tərsliyi tərəfindən sizə nə yoxdur. Oxluq olmadığı üçün istəkanla zırışıb belə açmaya çalışıram bunu. Kim sənə oxluğun yerinə onu məsləhət gördü? Yenə heç olmasa məsləhət gördü, rəqib takımdan. Gönə heç olmasa mı eləməlidir? Sən İzmir bombamı mən pişirməlidir. Hələ manipulyasiyonlayam mən. Sağ olsun deməkdən deyil, gönə heç Dostlar, olmasa. həqiqətən çox təşəkkürlər. Bu yaşıma gəldim, bir daha bir öyrəndim. İstəkanla açdım, xəmirə baxın. Minnət qoymasan xilas Yox, eləmişəm. çox qəşəng dəqiqdir. Gətirib stəkanı arkadaşlar. Buna basa bilərəm. Hə. Belə basıb verir. Açılmır axı bu. Nə bilim. Çevir onu belə elə. İndi gedim mən bunlarla görüm ya da sizin qarşınızda Yox, bir dənəsi birində. izləyicilərin qarşısında Bir dənəsində izləyicilərin qarşısında sizlərlə birlikdə eləyək. Mən hələ piçeni əzirəm. İndi biraz aşağı verim ki, görə biləsiniz. İndi baxın. Görün də görün. Bax belə evdə görüm hər kim xəmir açsın. 360 dərəcə başında dönüb yəni başıma dolanım deyə xəmirə. Xəmirin başına dolanır ki, dadlı olsun. Yaltaqlanır xəmirə. Qırıb olum sənə yalvarıram. Mən də şirniyyatımı döyürəm buradan. İndi birin misal belə eləyəndən sonra nə edəcəyik? İndi birini hazır eləyim tam sizin qarşınızda göstəreyim. Nadirin şirniyyatı aşqo puşqodur, başına dolanırlar. Mənim şirniyyatım Belə bir bozulur. qaşıq qəşəng Mən dolu bir saymıram, şəkildə. ona baxma. Gözüm heç bu qədər gerizekalı Yox, yox. Qulaq asırdım. Aşkı kuşkodu deyirdi öz Nadirin şirniyyatı. Gələ başında dolansın. Hə, son qədər olacaq. Hə, az oldu. Məncə hə, Biraz da bol eləyək. 2 şey olsun. Tamam, indi yaxşıdır məncə. məncə də. Ondan sonra isə bunu Oyda, Allaha ən təvəkkül, çətin ən qismi çətin düşüb qismi. orada. Nə düşür? Ən çətin qism ola Ən bilər. çətin qismi budur. Bu partlayıb dağılmamalıdır. Partlayıb dağılsa belə sizə icazə verirəm ki, puan kəsə bilərsiniz. Oy, nə gürcü xəngəl. Yox, indi bunun burasını Qayçı kəsərsən. ilə kəs. Qayçı hardasa var. Oy, bıçaqla cırılar ki o nadir. Bilsən neynə? Burmala, belə bur. Ay, söndü kəs. Oha! İndi baxın dostlar. Oha! Oldu İzmir bombası. Oha, çok Yaşa, güzel amma oldu. yağlamamısan. Hə, Yağlamamısan. onu hara dizirəm Ver. mən. Bunu tutun. Yağ gətirin. Arkadaşlar, rəqibimin bombasını saxlayıram ki. Patlamasın. Valla mən bunu belə də yeyərəm. Çox dadlısan canım. Mənim əlimdə partlama xahiş edirəm. Sonra deyəcək paxıllıqdan elədi. Mənim əlimdə patlama. Mənim əlimdə patlama. Ağıllı ol. Bu yağ elə yaxşıdır, ərimiş kimidir. Nadir kərə yağı ilə tava yağlayır. Yeniyim mən yağsı. Ya Allah. Baxın. Mənim günümə güzaranıma bax. Öz şirniyyatım qalıb orada. Nadir, biz var ya çox çətin şərtlər al. Allah olsun. Birimizin mikseri yox. Ayda ikimiz bir yerdə çətin altlar oldu. Birimizin mikseri yox. Birimizin muhallebi qaçışdıranı yox. Birimizin yağı yox, duru yağı. Birimizin qayçısı yox, oxlovu yox. Çox həqiqətən
Belə çətin şərtlər altında bişirə bu şirniyyatlar. Nadir bu yaymalanır getdikcə. Hə, o elə olur. Hə, o pişəndə özün təzərsən. Əsas odur ki. Ya İndi mən bunu necə qoyum ora? Atın ora. Necə atım Nadir? Gözdə. Ay Allah, mən niyə özümüzü belə buraxım? Altdan heç olmasa bir barmağımla qaldırın. Hə, elənisini yavaş-yavaş qaldırın. Allah. Partlamayacaq, qorxmayın. Qorxma, atam ürəkli ol. Hə. Çox qəşəng, baxın. Indi Nadir olar eləsin, mən piçenyalarımı döyüm, gəlirik. Bu uşaqlar, bu şirniyyatı yer üçün pişirir. Kremlanı yaxşı açmamışam, bilmədim qavruldu arkadaşlar. Vallahi kolay gəlsin, həqiqətən çox ağır şərtlər altındadır indi bir dəqiqə. Buralara voltanın üstüne qədər üst başıma Oh, baxdı. qaz tavanın üstü. Hə, bura baxın. Maşallah. Allah dostum başıma döyərəm də, yəni orada Quranam dolsun. Ürəyim ağrıyır, mən seçmin, onu seçin. Yox, Sərafət mən edirəm. bu şeydir, mühallebini ücə tamamlayıram arkadaşlar. Mənim geriyə qalır bir dənə işi, bananları doğrayıb, ücə düzməyə başlamaq. Ona görə sən get İzmir bombalarını hazır elə. Bax işte, sizə də kolay gəlsin. Xəbəriniz olsun, Nadir uşaqlardan kömək alır arkadaşlar. Bilginiz olsun. Uşaqlardan kömək almıram. He. Uşaqlar özləri kömək eləmək istədilər. Alırsan da sən də. Əsas odur ki, Onlar daz və tarifdir məncə. Yo, bəlkə sən 10 dənəsinin hamısını partladacaqdın, Məryəm kömək elədi, partlatmadın. Allah'ın dostu. Yox, birinin əslində Məryəm partlatdı, indi tükdü. Yalan deyil, oxuş özünün ikisinə bax necə partlatdı. Onlar başqa elədiklərimdir. Amma mənkinə bax bir dənəsi partlatmışam, başqa şey. Heç nə. Sana hazır olar, mən ürəyimi seçdim. 10 dəqiqəyə hazırdır. Hazıra nazir, 10 dəqiqəyə hazırdır. Mən də artıq süsləməyə keçirəm. Bir dənə üst şokoladını əritməyim qalıb arkadaşlar. İndi bir dənəsini necə süslədiyimi göstərəcəm sizə. Hə? Da ona kömək eləmişsiniz, amma yo, özüm eləyəcəm. Deməli, Gəl arkadaşlar, kömək almır da. birinci cici bəbələri tökürəm bura. Yəni, məndən iyrənən yoxdur əlimdən. Təmiz də əlim yuyub gəlmişəm. Əllərimizi xlorlamışam. Evet arkadaşlar, bir qat cici bəbə tökəcəm indi. Töküm, bitireyim. Ola bilsin ki, biraz şirniyyatın sayı az olsun, amma yekə olacaq porsiyası. Yəni, misal üçün, şəhriyarla mən yiyəcəm. Uşaqlar bir yerdə Nadir, misal üçün, belə... Bir-ikdən götürəydik. Hə, cici bəbəni gəlim. Əslində cici bəbə kifayətdir. Sadəcə mənim stəkanım çox böyükdür, məsələ orasındadır. İndi nə edirik arkadaşlar? Deməli, bananları doğramamışam. Gözləyin. Uşaqlar, bəs son olaraq bildiyim qədər şokoladlarını ekləyir, əlavə eləyir. Nadir, əslində bu da az olacaq. Azərbaycanımızı çox sevirəm arkadaşlar. Azərbaycan Qaymaqla ən gözəl şokolad. elə Sən də eləyə bilərdin. Əslində rayonlar onlar maşından Azərbaycandadır. quru salfetka gətirdi, ölüm ayağına atdı. Quru salfetkanı nə edirsiniz ki? Burada hazır olmuş var. Göstərməliyəm. Sunum üçün. Məncə sunuma çox önəm verməyin, əsas Hə, daddır. demək, Keçən səfər siz deyirdiniz mənə yeməkdə. Tac papaq atan hədiyyələr qeyd alınır. Mən gəlib gətirirəm. Gedim bir dənə salfet gətirim gəldim uşaqlar. Çox sağ olun. Uşaqlar baxın birini hazırlayıb, Leyla çox sağ ol. biri əlindədir. Mən çox maraqlıyam ki, dadı necədir. Bəyənənlər çox sağ olun. Bunu isti yeyəcək, yoxsa bu haldenkdə soyacaq elə yeyəcək. Şirlərim mənim çox sağ olun. Belə Çox sağ olun. çox qəşəng görsən də uşaqlar. Bu qədər ekran. İndi mən bir də özümkün sizə göstərəcəm indi. Gedər göstərim sizə də. Hara getdim? Basmaq çox sağ olun. Baxırmağa gəlmişdim. Baxın. Mənimkilər də burdadır, pişirlər. İkisində partlama olub cəmisi, çünki onun ağzını yaxşı bağlamamışdım. Daha doğrusu açanda xəmiri düzgün açmaya bir şey olmadığı üçün biraz qəribsizləmişdim ilk başda. Məncə joblar da artıq hazırdır. Hazırdır deyəsən ha. Baxın. Çıxardım baxım, ona görə başlayaq sunuma. Gəl bir saat gözləyək. Pişib. Dostlar, Arkadaşlar deməli Nadirə qışqırtma eləyəcək. Nadirə qışqırtma eləyəcək. Belə bir hazır tort almışıq dostlar. Bu tortu güya mən pişirmişəmmiş kimi gəlib təqdim eləyəcəm. Nadirin üzünə duracam. Deyəcəm magnoliyalar yalan idi. Onu elə belə göz boyamaq üçün düzəltmişəm. Əsl pişirdiyim budur. Hamıya da tapşırmışam. Mənim tortumu yalandan tərifləyəcəklər Nadirin.
Nadirin İzmir bombası bu arada həqiqətən dadlı çıxıb. Hə, Nadirin İzmir bombasını pisləyəcəklər. Bir küçük qışqırtma eləyəcək. Məni qalib eləyəcək. Ondan sonra həqiqi qiymətləndirmə olacaq. Amma mənə bax, İzmir bombasını Magnolia'dan daha çox bəyənsiniz. Düzgün seçin, yaxşı. Şu. Bunu aça bilmirəm. Açdım. Hazır tortumuz da budur. Qutart. Valla mənim İzmir bombam belə alınıb. İlk dəfə deyilirdim çünki. Amma bununkinin görünüşü çox gözəldir. İndi birazdan qırğın olacaq. Qırğın olacaq, qırğın. Həqiqətən qırğın olacaq. Mən 100% bilirəm ki, uduzacam. Sizə bir şey etiraf eləmək istəyirəm. Deməli, əslində bu Magnolia bir yalan idi, aldadıcı bir şirniyyat idi. Sizdən gizlətmək üçün əsl şirniyyatımı. Mən sizdən gizliyim, tort düzəltmişəm. Və məncə bu tortun dadına baxın. Ver mənə. Məncə heç inandırıcı deyil. Sonra düzəltdim bunu. Şey. Belə o bilməz axı. Bəs bunu hazırlayırdın. Bu, bir dəqiqə gözlə. Bu şeydir, adı nədir? Mənim sənət əsərimdir, mənim əl əsərimdir. Xahiş edirəm, birinci Nadirin İzmir bombasına, sonra bunun dadına baxın. Bir. Həqiqi qiymətləndirin. Yəni gizlin pişirmişəm bu tortu. Yuxarıdakı peçka ilə pişirmişəm otaqda. Arkadaşlar, çoxunuz da burada canlıdasınız. Həqiqi qoy ora, ev yox. Nadir hamur dalma. İçindeki bir şokolatı. İndi şey, Şəhriyar sən də bax İzmir bombası, Nadirin İzmir bombası. Ama hamur pisti. Ağlama. Gözlərim oldu. Yo aşkım, hamuru pisti, şokolatı tatlıdır. Aha, indi mən Aça bilmirdin, oxlu. İndi mənim tortumun dadına baxın. Bunlar heç. Əsas şirniyyatım budur. Yarışmaya girən şirniyyatım əsas. Teksunla pişir, bu da. Evet. Yağ dadı ver. Tortun dadına baxın. Çok tatlıdır, kırandasın. Sən kim möhtəşəmdir, quranan olsun. Ay, sevindim. Bu onsuz uduzacağımı baştan bilirdim amma. Mən Ama demişdim. o kuludur. Həqiqi sevindim. Bunu Bəyəndin? eləmə. Mükemmel. Deyirəm Hə. şirniyyatı bacarmısansa, ümumiyyətlə şirniyyatı girişmədi. Sən Nə olur, hamı bir dənə o tərəfə keçsin də. Gah oranı çəkirəm, gah buranı çəkirəm. burada bir. Evet, hamı sən Nadir, sən də keç o tərəfə, qoy hamı düşsün. Evet, mənim tortummu yoxsa Nadirin o yana, Rabia? Nadirin İzmir. Mənim İzmir bombam olmayacaq. Yəni mənim görürsüz bu bir sənət əsəridir. Mən iki ara bir dərədə Sənin pişirdiyin tort, yəni bir sözlə bitirəcək sözlər. yəni hamı puanını mənə verir. 5. Ben- 10. Mən onsuz da bunu eləyəndə demişdim ki, mən uduzacağam. Yox, Hə. uduzacağım yox, mənim gözəl qardaşım. Şaka, mən tamamilə fərqli bir şey eləyəcəydim. Beyble, mən xərcə Ağzıma saldım. getdi. Dedin ki, bunu Yox, bacaram. mən Əgər bunu bunu bacarmısan. Mən bacarmısan. cəmsi 5 manata bir dənə şokolad almışam o qədər. 5 manat şokoladdan söhbət getmir. 5 manat, zamanat 5 manata görünəcən çörək eləyir. Məncə də mənim tortum daha Mən buna dadlıdır. söz deyirəm, gülür Allahın Həmin tadı olsun. verir, Zamanat sən bunu bax. öyle oxur. Hə, Zamanat 5 manat öyle Mənçidir bu tadına da. hə, ver baxım. çörək sıxallı evində çörək olmaz. İnteres xasiyyətim var. Bərbad. 100% olsa bərbad. Bərbad. Hakikaten berbat. Ya ne olur bakın da. Hamura bakın. Aslında Resul Bey soydu çaldı. Hə. Yəni puanın Məryəm. Puanım bunda 10'a 10. Bunda 10'da 1. Onda bir. Ben bunun yerində olsam ağlayaram güllü. Bana ne zasəbləşdirir? Görmürsən gözləri dolub sındırmır. Niye ağlayır ki? Niye ağlayır ki? O, elə bir Neyse şey. əsas ürəkli temiz. Niye Sən ağlayır? puanın kimədir? Sana. Sən puanın kimədir? Sen kazandın. Təşəkkür edirəm. Təbrik edirəm. Kışkırtma. Nadir, Bu əladır. Nadir, bu tort hazır tortdur. Mən eləməmişəm. Onsuz deyirəm axı, onu hansı ara elədi? O torta inancım yoxdur. Yəni partlayaq
Parkda gördüğün İzmir bombasında hiçbir farkı yok. Həqiqətən, yox, hətta bizim orada yediyimizdən daha dadlıdır. Daha dadlı. Həqiqətən daha dadlıdır. Əladır. Yəni şokoladın da tamı əladır. İndi amma məsələ yarışmaya keçək. Yarışmada yine düzelteceğim ama bu sefer kışkırtma olmuyor. Zəhmət olmasa buyur Şəhriyar. Evet, siz də. Nadir sən özün də buyur. Buyur. İndi Magnolia'nın da dadına baxın. İzmir bombasının da dadını nəzərə alın. Elbette bu da. Gözlüyüm növbə ilə yiyin, mən çəkə bilim də. Bunları qoyum qırağa, israf olmasın. Gidə, aşkım, sən deyirəm də növbə ilə yiyin, çəkim mən. Kalsaydı. Hə, bax dadına. Eyb yox, bax. Sən baxdın, Əsli sən də baxdın. Məryəm, bax. Baxdın Şako sən? Nadir də baxır dadına. Özüm belə buna oy veririm. Özün belə buna oy verirsən. De qıranan olsun, de Allah olsun. De Allah olsun. Kazandı. Olar mən də baxım. Kazandım. Həqiqət deyirsiz? Oha! O yüzden ben çok anlarsın. Ben yiyordum. Elbette o üzerine on. Sen şuna doğru. Hı? Çox qəşəngdir həqiqətən. Amma sərin olsa lap qəşəng olardı. Bence atardan şey oluyor. Ay Məryəm, Məryəm, Məryəm. Dur. Sen koyasın başına bir Senden bir defa normal yemeği yiyebilmezsin. Bu da Şəhriyara qışqırtma. Nadir, mən öz fikrimi bildirirəm. Səmimi fikrimi bildirirəm. Mən hər ikisini çox bəyəndim. İzmir bombası mənim yediyim ən dadlı İzmir bombası idi indiyə kimi. Yəni həqiqətən bizim o stendlərdə zətdə yediyimizdən qat-qat dadlıdır mənim fikrimcə. Bilmirəm nədir fərqi, amma hə. Oo, doktor Elnarə, çok sağ ol. O nə idi? Bu pembiş ne? Hə, amma Magnolia'nı da çox bəyəndim. Sadəcə Magnolia sərin olmalı idi. Biraz istidir. Yəni mən seçə bilmədim. Bence seninki daha tatlı. Ben seçeyim. Hə. Oy ver. Ben Magnolia'nı bilirsiniz ki çok seviyorum. Kafeler City'de gedəndə də hər dəfə şinyat Magnolia deyirəm orada. Hə. Ona görə Magnolia oyumu verirəm, amma bu da çox dadlı idi. Aha, Şəhriyar sən? Səs eşidilir. Hə, sən? Magnolia, sən? Magnolia. Magnolia. Ben Nadir İzmir bombasını hoşladım. Bakmayın bana. Ha, sen Magnolia'da temiz ağzı. Hə. Beğendim. Ona göre de seçmişəm. Yo, yo. Nadir'e 10 üzerinden 9 verim, sen üzerinden 10. Mən bilsəydim seçiləcəm, heç sənə bu torta rasod eləyim, qışqırtmayın. Ben baştan bilirdim. Çünkü sizinki meyvelidir. Hani daha detallı şeydir. Sen de meyve koyabilirdi İzmir bombasının İzmir içine. bombası ürəyim. O, yo, şokoladla partlayırdı. Yəni şeydir, o Canlı dayan. indi partlamır. Xəmir olanda partlayırdı. Neysə nə də. Aça bilərsən səsi. Evet arkadaşlar. Evet arkadaşlar. Belə çıxır ki, qalib mən oldum. Bir tərəfdən inanırdım udacağıma, bir tərəfdən də çox şübhəli idim ki, birdən Magnolia'nın bu ağ kremasını bəyənməzlər, uduzaram. Ən çox da mənim qutaran bu üstdəki şokolad oldu. Yəni şokoladlı olması ekstra bir ona dad verdi. Yəni biclik işlətdim. Mənim buradakı bicliyim bananla şokolad idi Nadir. Əslində o kremlə peçenyanın yəni heç bir rolu yoxdur orada. Ama çok yaxşı oldu. Çox sağ ol, təşəkkür edirəm. Ona görə özümü sabahki videoda mükafatlandıracağım. Şey arkadaşlar, şirniyyat serüvenimiz burada Demək bitmişdir. arkadaşlar salamlar. İndi təkrar gedirik biz hamımızı- gecəmizi kimimizdən keçirdib, vəfalar ondan qaldı, sonra yatmağa, vəfalar sabah başlayır. görüşərik. Evet arkadaşlar, Növbəti gündən zılbızlığınız içində növbəti gündən hər sərsərin birinizi durmuşuq. salamlayırıq. Bu günləri gedirik Astalaniyaya, axır ki nəhayət ki deyək. Və Biz süb tezdən gedirik ki, da gedə bilək. Çox sübdür arkadaşlar, saat 12-dir. 12 hardan olur şəhər? Niyə göpə basın? Saat 10 tamamdır. İndi süb olmasa da bunlar üçün sübdür də. Haydi padyon. Ha?
Ne be? Ha? Oyağım deyil. Nedir? 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 Oyaq olmağın denən bir şey kəsb eləmir, ayağı dur. Neyi oyaksın? Dur ya ne? Böyle bir yer değilim yerinde uzan. Can. Padyam. Rabia aşağıdadır. Ya Allah. Evet benden düşmesin. Nadir Zeydədən göz gəzdir. Yastıq qoymuşam əslində. Kurumların geldi diye ışıklara bu yanık kalır. Bu nədir? Bir nefer söndürmüyor onu. Wow! Karafko! Oy! Yer tapıb özünə. Oy! Məryəm də bu Rabiyadır. Rabiyadır. А, давай, деду. Bir şey ayırt eləyə bilmirəm. Осталання. Тревога. Bu kimin dokusudur? Bilmirəm. Baxın, bir dənə baxın. Mənim də neçə ilin duxusu da vurma yazıqsan. Niye? O biri evdən qalmadı ya aşkım. Şeyim var. Olsun da. Dəy. Koyarım maşını. Hə. Yox. Hadi тревога, деду. Осталання. Qaldı 2 dənə. Eyvah, hülü. Onu orada səninlə qaş yerdə gətirdim. Aparıram oraya maşına bırak. Eyvah, hülü. Lüh. Ha. Yo. Ay qız yox. Can, ne? Ya Allah. Meryem. Biz çatmamış olar duracaq. Aslan. Ay Meryem. Tənbəllik elədi ona bax. Ay Meryem. Marco. Oy pisi. Əslan ürəyim patladı. Qırılan qort. Ay Meryem. Marco. Oy pisi. Əslan ürəyim patladı. Qırılan qorxdun. Əslan qırılan olsun. Dəli sən. Sən görmədin onun vidini Şəhriyar. Allahın olsun görmədin. Təsvir edebilirəm. Sən mənim başıma nə çıxmışdın? Babaya çıxmışdın. O nə vidiydi? Aslan. Şaba öpücüğümü alın. Mən də öpüyorum. Hara qaçırsan? Vergi ödə. Bu nətər vergi ödəmək? Ev mən iyindən iyrənmirəm. Öp. Oh, sabahınız xeyir. Durun, gedirik Astalanyaya. Let's go. Hiç otağımız o kadar isti değildi, onda da uyandı. Ev yox, gedək, daha sərin bir yerə gedirik. Ona baş şirniyyatları gömüyor. Onun içinə nə qədər banan zıplamışam, yenə deyir gərək bananını çox eləydin. 2 mərtəbə banan qoymuşdum içinə aşkım. Gönül. Yaxşı, getdik geyinməyə. Evet arkadaşlar, geldik çatdıq Astalanyaya. Bugün hava çox qəşəng. Bu dəfə gəlib çatdıq bu arada. Bu dəfə başardıq biz bunu. Deyəsən başarıblar, Hə, ən Bir çox başarıblar biraz. elə bir başardılar biraz. Əsnad, ən çox dənizə biz girmək istəyirik, biz başardıq. Evet. İnanıram ki, birazdan yəni biraz günəş sensin, gedib dənizə də girəcəyik arkadaşlar. İndi Zeyd yemək yeyir, yarımçıq qaldı maşından düşdüyümüz üçün. Gedim onun yeməyini yedizdireyim. Ondan sonra gedək səhər yeməyinə, başlayaq maraqlı bir günə. Bismillah Məryəm. Allah. Otağa girin hamam. Hə, kondisioner var da, yandırın da. Yaxşı eləmişsiniz. Niyə çıxdınız? Gedək onda birbaşa. Oy da, həqiqi istidir, sauna. Tak. Nereye yandırmışsın sen? Bura bizim otaqdır. Darağımı qoyun bura arkadaşlar. Zeydi böyük ehtimal tullayacağım bura. Gecə burada yatsın öz beşiyində. Biz də burada. Şəhriyara bugün qışqırtma eləyəcəm bu otaqda, hazır olun. Otağımızı bir dənə turlayaq arkadaşlar. Bura VC-dir, ayaq yolu. Evet, muhtemelen bunları gedəndə, bunları daha doğrusu artıq, amma yox artıq qalmayacaqlar. Dənizə girəcəyik, hamısı işlənəcək bu dəfə.
Daha sonra bura uşaqlar, mən bu otaqda bir dəfə xəstə yatmışam. Ona görə travmalarım tetiklənir. Keçən dəfə zəhərlənəndə əsnatın ad günündə buradaydım. Ona görə biraz özümü yaxşı hiss eləmirəm buranın. İmmunnoy bu kravatı görəndə. Burada qəşəng çay, kofe, stəkan. Orada kettle'ımız. Yo, burada qalmayıb darağım aşkım. Sənin çox bomba xəyalların var, ölüm sənin üçün. Bura hər gün, Allahın hər günü ayrı-ayrı adamlar qonaq gəlir. Yəni boş olan günü yoxdur. Səncə mənim darağım orada qalsa, orada mı qalar yəni? Ölüm sənin üçün. Sən necə safsan, necə məsumsan, necə avamsan. Olur. Artistlik eləyir. O artistlik Mənə eləyir. lağa qoyacaq. Mən də səni lağa qoyuram. Evet. Nədir ölüm sənin üçün? Dəniz qırağından oldu. Bağlayın. De Quranan olsun. De Allah'ın olsun. Çəkirim baxım. Yox, nə 2 dənə? Rabia və mənasız lağlağıları çəkil görüm. Həqiqi nə qədər adam var dənizdə. Biz də gedək, yoxsa gün vurar bizi. Buludların düzülüşünə baxın bir dənə, gör nə qəşəngdir. Almış, ata, Məryəm, Rabia, Zeyid, mən, Hə, Nadir. Hə, ana, hə, Aslan. Aslan. Malades. Hamını oxşatdı. Başladı da yenə konsertə. Oraya gedəcəm. Rabia, düşərsən. Mındarın çıxar, əncirin çıxar. Sonra biz nə edərik mənim balam? Qayıt geri. Haydi. Zeyd aylık böyle bakırken başka yerden ölmüşüm ben de. De Quranan olsun. Ölüm onun üçün butulkasını tutmağa başlayır uşağım. Video çəkirsən. Vay dədə, Zeyd söyüb bunları. Şəklini çəkiblər. Uşağım yatır, oyananda başqa yerdə gözünü açır. Başqa yerdə gözünü yumur, başqa yerdə gözünü açır. Bir yerdə dayanmayan ana və atanın əlamətləri. Evet, bu da Allah. bizim saha. Zeydin nə qədər şəklini çəkiblər bunlar. Gide gide Ay tamam. gülür. Ölüm sən üçün mən. Fındıq. Ay fındıq. Nəysə mən fırtıq demədim. Fındıq dedim. Üstüdə. Gəl belə. O özü getdi özünü çırpdı qapıya. Yox, gəl düş. Düş belə. Zor eləyirəm. Dış. 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 Başqa kimi döyüm? Rabia kaşı. Rabia bu dəfə həqiqi tırş eləyəcəm ha. Get. Deyən kelet elədim. Gəl tanımamışım. Zor eləmiş. Bana. Beni hiç saymıyorlar arkadaşlar. Bir de görsünüz ciddi əsəbləşirəm. Həqiqətən ciddi əsəbləşmişəm də. Yəni iç sifətəm də. Qışqırıram. O da onda beynim çönür də. Şəhər mən də dənizə girmək istəyirəm. Uşaqlar. Bir də dənizin rənginə bax Allahın dostu. Heç deyərsən bura yəni normalda qumlu olar Xəzər dənizi. O dənizin rənginə baxın. Heç yaş sonra dəniz orasında. Yox, normalda Xəzər biraz qumlu olur axı, biraz rəngi belə korичневая çalan olur ya yaşıl olur. Bugün bəxtimizdən masmavidir, masmavi. Çox qəşəngdir. Əsl kurort bu havası var yəni bu dəqiqə burada. Gedəsən Gide çimsinde. indi. Çimsinde. Mən də acam. Saat rovno 12 deyə şəhər günəşin ən təpədə olan vaxtı deyə. Axşam hamı əlində qatıq ağlaya-ağlaya sistem qolunda gəzər. Ona görə gedək səhər yeməyimizi yeyək. Gələk bir saat videomuzu montajlayaq, eləyək ona bax ona. Ondan sonra aşkım dənizə ömür boyu mən olmayanda da nə vaxt getmisiniz həmişə? Əsnad səndir, neçədə getmisiniz həmişə? Sən nə biləsən? 12-də getmişdi. Şəhər bu saat 12 birincisi savadsız 12 səhər deyil, gün orta çağıdır birincisi. Gün orta çağı olsun. Sən o gloslu dodaqlarının üstündən bir dənə şart qoyaram kamerayla. Bir dənə qulaq sıxılmış. Marujnanı götürdü çırpdı sifətimə. Nə olan şeydir ki, və yumuşaq bir şeydir. Sən elə gəlir, dərisi şeydir onun. Hani Vur izləyicilər görsün, vur. Mənə ver, mənə bayaq nətər vurdun, vur. yalan deyil, vurmamışam. Şokdayam. Yalan danışır. Şoklardayam. Şu an şoklardayam. Mən şahidəm vurur. Nə vurur? Siz mənə qarşı
birləşmisiniz. Üstüme Birləşmisiniz. Mənə qarşı qıdıqlamaq namərdlikdir abiyə. Ne alaka? Nadiranı video montajlamısan. Sən niyə bu videodasan? O nədir? Kapanacaqdı birazdan gedəcəyik. Arkeolog Bence biz gedirik. Figurandan dostun dənizə girmək üçün ayaqqabı gətirmisən? Dənizə ayaqqabı ilə girdin. Nəm şəpiti də mən ayaqqabı sayıram. Elə bildim şəpiti deyirsiniz. Şəpit gətirib klubdan. Elimde şapet dedi. Ha, əlindəydi ayaqqabı. Mən elə bilirəm klubdan. İnan sən heç əlində ayaqqabını görməmiş. Bəsdir də. Bəsdir də. Gördünüz? Nə deyirsən? Oh! Bir dəfə kamera mənə dönük olanda vurdu. O maruz Vurmamışam, yalan deyil. Allah'a Belə oldu Quranduz. bu kamera Qurana yalandan Oha! Bir dakika diyemem. Kamera tutup almasını döy. Ne istersen sanır da bunu. Mən döyülürəm. 3 dəfə sifətimə marujna dəydi, 4 dəfə. Neyse bura bak size bir tane söz diyeyim de. Bak biz oynuyoruz bu otaqda. Gedək səhər yeməyinə. Saxlıysa belə gedəndə zavtırk istəyəndə hamı bizə gülür. Yaxşı, Ha, gedək. ya gedək uşaqlar. zavtırk siz az qarnınızı mehribən yutun ailə. gedib bir Baba. şey yiyin. Sus və bizi zavtırka apar. Tez elə. Size günorta yemeği. Rabiyə səhər Zavtırkı günorta. belə deməyəcəm sekanlı. Kim nə yiyir ondan desin gətirsin də yeyək durur şeydir. Ama вообще o ses vermiyor. Çünki çöldə də oturmaq olmur hamamdır. Sonra biz içeride oturalım. Hansı içərdə? Zalda. Burada. Zal Ve yox burada deyil. balkon vardı. Ha bu çöl, ha o çöl. Nə fərq var? Eyni şey. Eyni şeydir də. Öyle yapmak ister. Oraya kasete koydun atın. Sən Allah. Gedək, getdik. Ofa. Gidelim. Uşaqlar, Astalaniya hər tərəfli deyə. Gəldiniz bura qatar da görə bilərsiniz hər an otelimizin qabağında. Birinci Şako, bu görəsən saxlayıb hələlik, yoxsa burada olur elə həmişə? Koy buradaki kırlar mensini. Bu qalanlar. Həqiqi, şəkil çəkdirərik qabağında. Mənim xoşum gəlir qatar şəkillər. Qaçardım o uşaq olan. De Quran olsun. Sub şey yox, Subway. Sub şey. Harda W görür, ş ilə oxuyur. Sabbe yaxşı. Mən kiçik bazardakında bir dəfə qaçmamışam, çıxmışam üstünə oturmuşam. De Quran olsun. Necə dırmaşırsınız ki siz onsuz? Yox. Düşman da çıkabilir. Goriller meymunlar. Çıkabilir. Getdik uşaqlar, gedirik səhər yeməyinə. Hayt! Özümlə daraq götürmüşəm, saçımı orada darayacağam. Mənim tənbəlliyimin gəldiyi son nöqtə. Getdik. Mənim Astalaniyadakı favori güzgüm arkadaşlar. Niyə dayanmalıyam axı? İzləyicilərimlə hər anımı bölüşəm. Nə üçün dayanmalıyam? Özü videodan qaçır, mənim də video çəkməyimə deyinir. Maygülüyə. Şərir onun butulkası çıxıb ağzından. O videona baxın da bir dənə nə olar. Arkadaşlar bunlar hamısı acdılar. Bilirsiniz mən ac olsam da, nə bilim tox olsam da, xəstə olsam da, sağlam olsam da fərqi yoxdur. Hər zaman sizə enerjim var. Hər zaman sizin üçün danışmağa, hər zaman sizin üçün əylənməyə, hər zaman sizin üçün çəkməyə enerjim var. Siz elə zırt-pırt hara satsız qarnınızı götürsüz, yapışsınız ki, Allah'ın dostu 3 dənə krokotil saxlayayım, bir dənə sizin kimi ailə yox. Bezmiş olarsan bizdən, baxma, xəbərimiz olmaz. Belə də isti deyil, bura külək gəlir. Burada otururuq, Şako. Ancaq yerləşəyə biləcəyimiz yer var. Qəşəkdir. Ay Allah, oturdum. Səhər yeməyindən gəlsin. Arkadaşlar, səhər yeməyinə oturdum. Zeytin bitti ücret. Deməli, bayaqda mən atlanıb düşürdüm axı. Heç hamı sakit idi demək olar ki, mən atlanıb düşürdüm. İndi gəlmişik bura, mən bilərək sustum, şey eləmədim, danışmadım, gülmədim, bilərək sustum, başımı aşağı saldım, işimi görmək. Əsas belə, nə oldu deyə keyfimiz düşdü. Nə oldu deyə hamı, benim aşkım hamı eyni deyə, bir daha mənə prosta susmuşam. O da görürsünüz arkadaşlar, gərək mən danışım. Yoxsa mənim fındığımın ürəyi sıxılır. Hələ də hərə başını salıb öz işindədir. Bizim ailə siz getdikcə nəyə dönür? O sosial mediada video çıxardılar. Telefondan əvvəl ailələr, telefondan sonra ailələr. Biz həqiqətən getdikcə ona dönüşüyoruz. Səhər yeməyimiz gəldi. Zavtrıkımızı yeyək. Zavtrıkımızı eləyək, gedirik dənizə. İnşallah.
Astralandiyada burada canlı yayın açmışam. TikTok mənə uyarı göndərib ki, rol arxasında ciddi manevralar eləmə olmaz. Elə bilib maşındayım. Ses kalktı yere. TikTok'un başından hava yerlidi. Patladı. De Kur'an'dan olsun. Bir şey olmaz, bir şey Dostlar, olmaz. bağışın bayaqları bağladım. Çünki TikTok mənə canlı yayın uyarısı göndərdi ki, rol arxasında Deyib ki, bizi restoranlara aparmaqdan Bunu afçanta görüb verək belə qalqaş. elədim, belə Falan şey gətirmə, onu dedi, gətirmə, heç təhlükəli gətirmə, bunu maşın gətirmə. sürürsən. Bizi süründürmək istəyir ki, O biz vaxtda deyək da ki, yox da canlı yayın gedək açardım, evdə Sinanın yeyək, amma müştəri görərdi, yuxunda deyərdi ki, görərsən əxlaqi şəhriyər. dəyərlər Sən qorunmusa burada qeyd axırıncı etmək zeytin lazımdır, qalana başını qədər bağla. süfrədə yenə də Qurban vazgeçməyəcəyim vallahi. çöl bayırdan. Təşəkkürlər. Nuş olsun. Kamal, Çox deməli, səhər yeməyimizi yedik. İndi Gəncəyə hazırlaşıb qonaq birazdan eləsin, dənizə gedəcəyik. Dəniz Gəncədə vlogu da altı növbəti ay videoda sağolmuşlar. gələcək. Salamat ol. Bu videonu burada sonlandırırıq. Siz də rəylərdə öz fikirlərinizi yazın. Kimin əl işini, şirniyyatını daha çox bəyəndiniz? Fikirlərinizi gözləyəcəm. Kanalımıza da abunə olub like atıb yorum yazmayı unutmayın. Maçı, maçı. Mingəçevirdə olmaz.